Famil. Ben de Fatih. Bugünleri sizlerle birlikte Famla Cup seriyasına devam ediyoruz. Bugün Famla Cup'ın Neden mikrofonumuz var? Tezin mikrofonumuzla çekildik bu sefer. Ve dostlar, tezin formalarımız da gelir. Hadi arkamı göster. Belirle. Famil Ronaldo, ben de Messi. He, Fatih 10 numara, Messi numarası. Biz ikimiz de Ronaldo çok. Ama ne diyeyim? Onlar da yani Messi de var. O da Messi de yakın oyuncusu. Dostlar bizim Ronaldo olarak ve Fatih de Messi olarak 10 Bizim- numara götürdüm. bizim məktəbdə belə bir dənə futbol şey var, futbol oynayacaqda. Orada hamı öz klubun adını seçir. Biz Famil'lə eyni klubdayız. Bizim klubumuz adı Flash'dır. Flash FK'dır. Flash futbol klubudur. Bizim klubumuzun adı. Məktəbimizin Forma- adı da Formanın Sınır dizaynını özüm eləmişim. Çatdırmasını sağ olsun babamız. babamız eləyib. Onun da buralar təşəkkürlər. Buradan təşəkkürlərimizi iletirik. Və dostlar, artıq gəlin Famla Cup'ın yeni bölümünə keçək və bu bölümdə baxaq görək 3 pointi kim alacaq? Bəlkə də hərəyə 1 point olaraq. Yəni bərabərə də ola bilər. Bax gəlin keçək və bu maraqlı seriyamıza davam edək. Dostlar, o qapı mənim, bu qapı isə Fatihindir. Keçən bölümdə bu qapı Fatihin, bu qapı mənim idi. İndi yerlərimizi dəyişdirdik. Orada çox qurtquş var dostlar. Arı falan var. Nəysə onda dostlar. Stop. Onda dostlar oyunumuza başlayalım. Və dostlar maç başlayır. Spikeriniz Famil Məmmədli, yorumçumuz Fatih Məmmədlidir. Fatih burada topu başlayır və burada Aynen, Fatih çox gözəl bir out eləyir. Fatih niyə belə out eləyir bilmirəm, yəni. Onun başlamaz. Bilmirəm, artıq Fatih də yorum bildirdi və Famil səhvən, çox səhv bir şəkildə outa başlayır. Famil elə bil futbol oynamağı bilmir. Famil başladı outuna və Famil gəlir. Fatih girir və Fatihdən yenə çıxır deyəsən top. Bu arada bu maçda hakim yoxdur. Yəni istədiyi kimi girişə bilər və Fatihdən çıxır top. Famil təzədən başladı. Və out kimi görünür, amma Fatih qəşəng bir vuruş elədi və dirəkdən döndü əziz izləyicilər. Super bir gol gəlirdi. Fatih qəşəng bir vuruş elədi, amma dirəkdən partladı top. Belə deyək, Trossard dirək. Və Famil topu başladı, vurdu və gol! Famildən super bir gol gəlir. Famil öz sevincini eləyir və Famil çox gözəl bir gol vurdu. buradan Famili təbrik eləyirik. Fatih Məmmədli başladı, vurdu və Familin əli var burada. Amma cəza sahəsində deyildi, penaltı sayılmır, ştraf sayılır. Burada Fatih biraz etiraz eləyir, çünki bəzi futbol qaydalarını bilmir. Amma Famil ona öyrədir ki, orada vurub və ştrafdır. Fatih ştrafa başlamalıdır. Və Fatih burada ştrafa başlayır əziz izləyicilər. Vurur və gol! Fatih'dən super bir gol. Fatih super bir gol atır əziz izləyicilər. Və Famil etiraz edir ki, yox, qapıdan keçdi. Fatih deyir dirəkdən. Famil dirəkdən, Fatih qapıdan deyir. Və gol sayılır əziz izləyicilər. Amma Famil gəldi. Famil vurdu, amma Fatih son vaxtda özünü çatdırdı. Fatih çox gözəl bir qurtarış elədi. Məncə də dostlar, çox gözəl bir qurtarış elədi Fatih. Və Fatih burada topu göstərir Famil. Nəysə deyirik və Fatih arxaya qədər getdi. Fatih artıq kameradan çıxdı. Vurdu, amma yalan oldu. Famil gol vurub. Famil gol vurub və dirəkdən düşdü o əziz izləyicilər. Kada çox pis vurdu yəni. Bəli. Fatih qurtarış elədi, amma qurtarış çatmayıb. Boş gol olmuş.
İndi Famil geldi. Famil başladı. Famil geldi. Vur keçidi. Famil babat aldatmalar eləyir. Famil yenə gəldi amma Fatih özünün yeri yıxdı və əl. Burada çox gözəl bir əl var. Fatihin əlinə dəyir. Həm də cəza sahəsində. Fatihə penaltı vurulacaq indi. Famil penaltı vuracaq Fatihə. Tuta biləcək yoxsa tutamayacaq. Yoxsa bir də ələ vurmaq olar burada. Bəli, burada əl icazə verilir. Yəni penaltı olanda əl vurmaq olur. Əllə tutmaq olur, belə deyim. Famil penaltıya hazırlaşır. Bir 7 nömrə geyinən Famil Ronaldo kimi penaltı vurmaq istəyir. Sizcə vura biləcək Fatih bəy? Bilmirəm. Məncə vurar deyə düşünürəm mən. Famil vurdu və Fatih 10 nömrəli Fatih tutdu bu səfər. Və Fatih təzədən başlayır. Famla Kubokunun əziz izləyiciləri. Buradan Fatih vurdu, amma Famil çıxardı. Və Famil super bir qurtarış edir. Sizcə bu qurtarış necə oldu Fatih bəy? Məncə gözəl oldu. Çünki qol vura bilərdi, amma qurtarış elədi. Düzdür. Famil qəşəng bir qurtarış eləyir. Və Fatih outdan başlayır. Famil out atdı biraz əvvəl. Və Fatih indi outdan başladı. Fatih vurdu, amma keçmədi. Fatih super bir vuruş əldi. Familə top. Famil vurdu yenə, amma dirək tərəfdən çıxdı əziz izləyicilər. Dirək tərəfdən çıxdı və Fatih nöqtədən başlayır. Gol olmasa da nöqtədən başlayır Famil. Fatih. Yox, nöqtədən başlamış. Xəttdən başlayır Fatih. Famil xətt. Famil yandırır, amma yenə də gol olur. Fatih burada arada gülər, sevincin eləyir. Halal eləyirəm. Super bir gol gəlir. Sizcə bu gol necədir Fatih müəllim? Məncə də gözəl idi. Məncə də super idi. Məncə də çox gözəl bir gol idi. Və Famil yenə out krallığını göstərir. Və out kralı olur Famil. Fatih əlinin başı ilə out'a başlayır. Və gəlir. Və çıxdı kimi görünür, amma çaya çıxır. Çıxır və Famil əlinə götürür. Famil başının arxasına atır və düz qabağındadır Famil top. Famil vurur və yenə Fatihdən çıxır bu səfər. Famil yenə əli ilə başlayır atı. Fatih yenə çıxardacaq mı görürsən və gol! Oh my god deyirəm. Fatih öz qalasını atır və gol eləyir. Famil də Fatihi acıqlandırmaq üçün Fatihin sevincini eləyir. Sizcə necə bir şey idi Fatih müəllim? Çox acıqlı. Valla məncə də Famil Fatihi acıqlandırmaq üçün çox, yəni Fatihin sevincini eləyir. Və bu, yəni Fatihə çox pis təsir eləyir məncə. Nəysə, Fatih başladı. Nöqtədən Fatih gəlir. Out etdi və vurdu Fatih. Fatih comeback eləyir və süsünü də çəkir. Messi Fatih su çəkir. Və Famil nöqtədən başlayır əziz izləyicilər. Famil vurur və gol olur. Yox, gol olmur. Düz dirəyin yanından keçir əziz izləyicilər. Tam dirəyin yanı. Bir damcı 1 millimetr o tərəfə keçsəydi bəlkə də gol olurdu. Amma gol olmadı. Sizcə bu necə oldu Fatih? Məncə gol ola bilərdi, amma mən çox az qalmışdım. Bəli, çox az qalmışdı. Fatih korner atır. Familin də qapısından başlayacaq, topu götürüb. Fatih ona qədər uzanıb, biraz dincəlir və durur ayağa. Famil out atır. Deyəsən out olub. Famil out yox, qapıdan başlayır. Qapının xəttdən başlayır. Fatih arxaya keçir. Famil başladı. Famil gəlir və Fatih yenə. Seviyorum. Fatih girişir. Famil gəlir. Təzədən başlayacaq. Fatih isə 5 saniyədən bir Famili narahat edir və Famil bu narahatçılığı Famil Fatihə göstərir və super bir gol sevinci edir. Rəqs edir Famil. Super.
Famil 7 nömrəli oyunçumuz. Famil Flash FK'nın göz bebeği. Həm kapitanı Famil Məmmədli super bir gol atır və Fatih yenə out eləyir. Fatih də Flash FK'nın çox super oyuncularından biridir. Orta sahəsi, Flash FK'nın orta bebeği, göz bebeği Fatih də çox super oynayır və 10 nömrəli oyuncusu. Və Famil burada out eləyir kimi görünür, amma out olmamış, korner olmuş. Fatih də xətdən indi gedir. Başlayır əzizləyicilər, topu atdılar. Fatih topu götürüb xətdən başlayacaq. İndi Famil öz yarım hissəsinə keçir. Və Fatih xətdən başladı. Fatih gəlir. Fatih vurur, amma Famil dayandırır. Famil vurur və out olur. İndi deyəsən Fatihdən çıxıb out. Yox, amma Famildən çıxıb. Fatih başladı outa. Famil vurdu və çıxartdı. İndi burada Fatih əli ilə başlamalıdır. Və Fatih başladı və vurdu, amma yenə out oldu. Deyirik. Heç bir problem yoxdur. Və Fatih burada deyir ki, əlimlə başlamamışdım. Öz səhvimi başa düşür və təzədən başlayır. Əli ilə öz qabağına atır. Deyəsən attı. Yox, atmadı. Famil burada deyir ki, yox, əlimlə başlamasaydım da heç nə olmuyor. Fatih əlimlə başladı və çıxartdı. Famildən çıxdı. Fatih indi orta sahənin düz xəttindən başladı ayaqla. Bunu Famil bildirmədi. Famil bomboş oynamağa başladı. Fatih buradan vurur və gol! Fatih super bir gol atır. Fatih yani gol atır. Sayılmır. Amma sayılmır. Niyə? Çünki Famil orada dedi ki, Fatih sən əlinlə başlamamışdın. Və Famil çox böyük bir kurnazlıq edir. Belə deyim, Familin kurnazlığı sizcə necə oldu Fatih müəllim? Məncə bilmirəm, yəni çox cığalçılığa da oxşuyur. Yəni bir yandan haqlı, bir yandan da cığal, bir yandan da haqsız yəni. Onun çünki başlamışdı. Bəli, məncə də elə bir şey olur və Fatih təzədən qol vurur. Əziz izləyicilər, Famil nöqtədən başlayır, vurur və qol. Famil işə sakindir. Famil qalmadı, çox rahatdır, qol vurur. Yəni əlim belə eləyir, rahatlayır. Bellingham'ın ən məşhur sevincindən biri. Əlini açır və belə öz yaratdığı köhnə sevincini əlin qayır ağzına və sigma işarəti eləyir. Çox gözəl bir qol atır Famil Məmmədli. Bu maç çox çəkişməli gedir, belə deyim Familə və Fatihə. Famla kubokunda düzdür iki adam var. Amma çox gözəl bir oyun, çox gözəl oyunlar oynayırlar. Famla liqasında çox çəkişməli oyunlar gedir. Sizcə də elədirmi Fatih müəllim? Məncə də çox gözəl bir oyunlar gedir. Və Fatih başlayır. Fatih gəlir, vurdu və qol. Fatih yenə qol atır və çox sevinclidir Fatih. Və Famil nöqtədən başlayır. Fatih gəldi. Famil çox aydındır. Fatih qurtarış edir. Super. Fatih vurdu və qol. Oha. Famil qapısına girsəydi qol deyildi, amma Bəli. Fatih çox gözəl bir qurtarış eləyib qol vurdu. Yəni mən buradan Fatihə öz təbriklərimi bildirirəm. Çox sağ ol. Famil vurdu və Famil də saniyəsində cavabını verdi. Famil'e də halaldır. Famil də süsünü çəkdi. Ronaldo olaraq Famil. Ronaldo'nun 7 nömrəsi olan Famil. Süsünü çəkdi və Fatih havadan vurur. Havadan sudan gedir top. Və burada Famil'i gözləyir Fatih. 10 nömrəli Fatih Məmmədli. Famil başladı. Yox, başlamayıb. Nöqtədən başlayır Famil Məmmədli. Famil gəldi, başladı. Famil gəldi, vurdu, amma çıxdı. Korner çıxdı və Fatih çizgidən, xətdən başlayacaq. Oyda.
Çox çəkişməli gedir əziz izləyicilər. Fatih başladı. Fatih Famili aldatdı. Fatih! Gol olmadı. Amma xəttdən çıxartdı Fatih. Famili xəttindən çıxartdı Fatih. Famil indi öz kornerin başladır. Famil aldırmağa çalışdı Fatih amma aldadanmadı. Fatih gol atır. Fatih'i buradan təbrik edirik. Və Məncə yəni gözəl bir gol idi amma Famil də qurtara bilər də. Famil də yəni çox qurtara bilər. çəkişməlidir. Bərabər də ola bilər. Famil də utar, mən də uta bilərəm. Bəli, çox gözəl bir oyun edirlər. Fatih başladı Famildən xəbərsiz və yenə gol. Famil deyir ki, buradan keçdi. Amma Fatih deyir ki, oradan keçdi. Orada ekrana qoyuruq indi görüntüləri. Və dostlar, burada məncə gol deyil. Gördüyünüz kimi düz daşın yəni sağından keçir və gol olmur. Fatih müəllim deyir ki, goldur, amma məncə gol deyil. Fatih müəllim sizcə necə olur? Məncə goldur. Məncə gol deyil, çünki düz görünür ki, daşın sağından keçir. Və Famil burada super bir aldatma eləyir və Famil çox sakin şəkildə vurur, amma da yenə daşın sağından keçir top. Oha deyirik, oha deyirik. Nəysə, Famil burada deyir ki, Fatih köynəyin batıb. Nəysə deyirik. Və Fatih bir saatdır köynəyin axtarır ki, harası batıb. Və Fatih təzədən başlamaq qərarına gəldi. Və buradan Fatih nöqtədən başlayır. Deyəsən niyə nöqtədən başlayır bilmiyorum. Gol deyil. Nəysə başladı və burada da vuramadı. Amma yenə də burada maç. Nəysə dostlar, bu videomuzun da sonuna gəldik. Puanları siz görürsünüz. Biz də bilmirik. Bəlkə də bərabərə qaldıq. Bəlkə də mən olmuşam. Bəlkə də Fatih olur. Üçündən biridir. Puanları biz bilmirik. Dəqiq ekranda görürsünüz puanları. Bu videomuzun da sonuna gəldik. Daha çox belə videoların gəlməsi istəyirsinizsə, həmişəki replikamız. Kanala abunə olub, like atmağı və zəngi açmağı yaddaşınızdan çıxarmayın. Sağ olun.